Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda mayalı xəmirlə qat-qat yumuşaq piroqun hazırlanmasını sizinlə paylaşıram. Piroqun resepti izləyici reseptidir. Mən də ilk dəfə hazırlayıram. Hazırladıkça da çəkdim, sizinlə də paylaşmaq istədim. Əgər sizə də maraqlıdırsa, onda videonu sonacan izləyin. İndi keçək piroqu hazırlayaq. Bunun üçün əvvəlcə ərzaq qabına ilıqdan biraz isti 250 ml süt tökürəm. Üzərinə 1 dolu çay qaşığı quru maya, 4 dolu xörək qaşığı da şəkər tozu əlavə edəndən sonra maya ilə şəkər tozu əriyənə qədər çırpıcı ilə qarışdırıram. Mayalı qarışımın üzərinə bir bütöv yumurta, bir yumurtanın ağını sarısından ayırmışam, ağını xəmirə qatıram. Sarısını qoyuram bir kənara. 100 qram yumşalmış kərə yağı, 5 qram şəkərli vanil, yarım çay qaşığı da duz əlavə edəndən sonra bu ərzaqları da biraz qarışdırıram. Qaba un töküb xəmir yoğururam. Əvvəlcə unun çox hissəsini əlavə edirəm. Spatula ilə biraz qarışdırıram. Artıq çətin olduqda yenə qalan undan əlavə edib xəmir yoğururam. Yumuşaq bir xəmir olmalıdır. Xəmir üçün 5 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi növünə görə, bir də yumurtanın ölçüsünə görə dəyişə bilər, az ya da çox ola bilər. Belə gördüyünüz kimi yumuşaq, ələ yapışmayan bir xəmir alındı. Xəmirin üstünü örtüb 1 saat mayalandırıram. Bu arada piroqun içliğini hazırlayıram. Fərqli bir içlikdir. 100 qram otaq temperaturunda yumşalmış kərə yağı lazımdır. 4 dolu xörək qaşığı şəkər tozu, 1 çay qaşığı da kakao əlavə eləyib bunları da qarışdırıram. Yaxşı qarışdırıb qoyuram. Elə otaq temperaturunda qalır. Yağ yumşaq olmalıdır. Xəmirim artıq mayalanıb. Xəmirdə şəkər tozu olduğu üçün tez mayalanmır. 1 saat, 1 saat yarım mayalandırmaq lazımdır. Havasını çıxardandan sonra iri bir kündə halına gətirirəm. Reseptə görə piroq qat-qatdır. 3 ədəd orta ölçülü, 1 ədəd də iri ölçülü kündə olmalıdır. Ona görə elə gözə yarı 4 yerə bölürəm xəmiri. Kəsdiyim xəmir parçalarından 1 ədəd iri, 3 ədəd orta ölçülü kündələr tuturam. Üstünü örtüb 1-15 dəqiqədə kündələrin düşməsini gözləyirəm. Hazır kündələrdən götürüb altın üstünü unlayandan sonra yayıb yayma açıram. Ehtiyac olanda yenə biraz un səpib təxminən 4-5 mm qalınlığında bir yayma yayıb açıram. 3 ədəd xırda ölçülü kündələrin üçünü də eyni ölçüdə yayıb böyüdürəm. Pişirəcəyim formanın içinə yağlı kağız sərmişəm. Birinci açdığım yaymanı formaya yerləşdirirəm. Hazırladığım kakaolu yağ qarışımından yaymanın üstünə əlavə eləyib hər yerinə çəkirəm. Birincini yağlayandan sonra ikinci yaymanı birincinin üstünə sərirəm. Onun da üstündən yenə kakaolu qarışımdan əlavə eləyib hər yerinə çəkirəm. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videonun açıqlama bölümündə də qeyd eləmişəm. İkinci yaymağın üstündən 2-3 çay qaşığı cem əlavə eləyirəm, şaftalı cemi. Siz əlinizin altında nə varsa ondan istifadə edə bilərsiniz. Onun da üstündən yuyub qurutduğum təmiz kişmişlərdən səpirəm. Cemlə kişmiş zövqə görədir, istəməyənlər əlavə etməyə də bilər. Onun da üzərinə yenə yaydığım 3-cü yaymanı qoyuram. Qalan kakaolu yağı yaymağın üstünə çəkirəm. Hər yerinə yağ çəkəndən sonra onun da üzərinə yenə cem əlavə eləyib hər yerinə yayıram. Sonuncu, 4-cü iri kündədir. Onu da yenə ehtiyac olduqda un səpib biraz iri şəkildə yayıb genişləndirirəm. Açdığım yaymanı yaymaların üstünə qoyuram. Gördüyünüz kimi bu biraz iri yaymadır.
Kənardan qalan xəmirləri alt tərəfə çevirib əlimlə çəkib düzəldirəm. Bu qaydada hazırlayandan sonra artıq doğramaq lazımdır. Çox fərqli bir piroqdur. Bişəndən sonra gül şəklində olmalıdır. Ona görə bişmədən əvvəl doğramaq lazımdır. Bıçaqla əvvəlcə 4 yerə kəsib, kəsdiyim hissələri də xırda parçalara kəsirəm. Sonda ayırmış olduğum yumurta sarısını çəkirəm. Üstündə çəngəllə naxışlar vururam. Bişəndən sonra üstünün fərqli görünməsi üçün biraz da əzilmiş qoz ləpəsi səpirəm. Bu qaydada hazırlayıb 190 dərəcəlik sobada tam hazır olana qədər bişirirəm. Piroq artıq bişib sobadan çıxartmışam. Çox fərqli görünüşü var. Doğradığım hissələr gül kimi açılıb, ona görə buna gül piroq deyirlər. Soğuyandan sonra zövqə görə üzərinə şəkər pudrası da səpmək olar. Asan bir piroq reseptidir. Reseptdə bəzi dəyişikliklər eləyib, xəmiri bu qaydada hazırlayandan sonra fərqli içliklərlə də bu piroqu hazırlamaq olar. Kəsək görək içərisi necə bişib. Çox yaxşı bişib, heç bir xəmirləşmə olmayıb. Çox gözəl piroq alınıb. Reseptə görə izləyicimə öz təşəkkürümü bildirirəm. Biz çox bəyəndik, çox dadlı piroq alındı. Hazırlayacaq olan hər kəsə də öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.